Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve men ya'mel su'an ev yezlim nefsehu thumme yestagfirullah yecidallah gafurur rahim. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan arzum budur ki Cuma günü mübarek bir gün, duaların kabul olunan bir günü, ibadet ve itaat günü, Allah Teala'nın çağırış günü ve elel husus mübarek Ramazan ayı. Bu münasebetle siz azizlerimi duaların kabul olunmasında ve her birimizin ne ki niyetimiz var, hacetimiz var, Allah Teala tarafından kabulü için Allah Teala'dan yalvarıram, isteyirəm, xahişim budur ki ilahi bizim ibadet ve itaatimizi, bizim dualarımızı bizden kabul eyle. Allah'ım, Ramazan ayıdır, mübarek bir aydır. Allah Teala sen bizi çağırmışsan, biz gelmişik senin qonaqlarınıq. Bu qonaqlığı sen istediğin bir şekilde, sen beğendiğin bir şekilde, bizim için, bendelerin için necə istəyirsense o şekilde olması için bizim her birimize kömək ol ki. İlahi, Perverdigar-ı alem, eğer bu işte senin bize köməyin olmazsa, biz aziz ve zayıf bendelerinik. Nefsimiz ve şeytan bize galip gelmekte devam edir. Onları bizden uzak etmek için ya Rabbim senin de bize köməyin lazımdır. Biz bugün o köməyi senden isteyirik. Öz köməyi bizden esirgemekinə. İlahi, eğer sen rahmetivi, merhametivi, mağfiretivi üzerimizden götürsen, ya Rabbim Allah, biz səhrada sahibini itirmiş, susuz deve kimi sahipsiz qalarıq. O istiqumların ve güneşin şuaları altında tələf olmuş olarıq. İlahi, günahımız çok, ibadetimiz az, səhvimiz çox, yaxşı işlerle məşğul olmağımız az. Gelmişik Allah senin evine, Əhl-i Beytin qapısına, yalvarırıq ilahi, Perverdigar-ı alem, senin halis, müxlis, bende olmaq necədirsə, onu her birimize kısmet qərar ver ki. Bütün dualarımızın kabulü için Cemal-i Peygamber salavat zikirleyeyim. Allah Teala Nisa suresinin 110. ayesinde böyle buyurur. Ve men ya'mel su'e ev yezlim nefsehu thumme yestagfirullah yecidallah gafurur rahim. Her bir kim, her bir insan pis bir iş görse yahut özüne zulmetmiş etse, yezlim nefsehu, özüne zulmetse, sonra Allah'tan sümme yestagfirullah, sonra kaydır Allah'a istiğfar etmeye, istiğfar edir. Yecidallah gafurur rahim. Eğer böyle olsa, dilese Allah Teala'dan istiğfarın, Allah'ın bağışlayan ve mehriban olduğunu görer. Öz Allah'ın, öz Rabbin hem bağışlayan hem de ki mehriban olduğunu görer. Görer ki Allah, kim ki pis iş görür, özüne zulmetmiş olur, nefsine zulmetmiş olur o pis işle. Ama bir zaman peşiman olur, bir zaman ayrılır, bir zaman uyanır, bir zaman Ramazan ayı gelir. Onun günlerinde peşiman olur ki ilahi ben peşiman oldum. İlahi ben zulmetmiştim öz nefsime.
İlahi, mən pis işlərlə məşğul olurdum. İlahi, zaman vardı ki, mən sənin qapını tanımırdım. Pərvərdigar-ı aləm, mənim ailəmdə də belə namaz qılan, ibadət eləyən vardı. Mənim çevrəmdə də insanlar vardı, ətrafımda da insanlar var idi. Mənə söyləyirdilər, amma mən çox uzaq düşmüşdüm səndən. İndi gəldim sənin qapıva. İndi peşiman oldum. İndi ayıldım, uyandım. İlahi, əzəmətini dərk etdim. İlahi, bu dünyanın boş olduğunu anladım. Bu dünya ilə söz iş bitmədiyini indi anladım. Gəlmişəm sənin huzuruna, məni bağışla. İlahi, peşimanam, istiğfar edirəm. İlahi, Ramazan ayıdır. Biz də gəlmişik. O ki, necə bu ayədə buyurur ki, Allahı bağışlayan, rəhimli görəcəksən. İlahi, sən ərhəmər rahiminsən. Sən mərhəmət sahibisən, sən məğfirət sahibisən. Biz də hamımız sənin qapıva gəlmişik bağışlanmaq üçün. Diləyimiz, amalımız, amacımız odur ki, sən bizi bağışlayasan. Çünki ərhəmər rahimin olan xaliq sənsən. Biz hamımız möhtacıq. Bu cür Allahımızla bir yol tapa bilsək, Allah Teala ilə danışsaq, hərəmiz öz bacardığımız qədərində, hərəmiz bildiyimiz qədərində, ana dilimizdə, amma peşiman olaraq, istiğfar gözəl bir nemətdir ki, insan eləyə bilə, ona qismət olsun istiğfar. Yəqin istiğfara, həqiqi istiğfar. Dilimlə deyirəm, estağfirullah, 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 estağfirullah. Bu cür yox ha. Dil dedisə qəlbdə ona, o deyilən sözə hakim çıxa, sahib çıxa. İstiğfar edirəm. Fikirləşəsən ki, istiğfar nədir? Nəyin hücubatında, nəyin huzurunda mən istiğfar edirəm və kimin huzurunda mən istiğfar edirəm? Ramazan ayı onun üçün biz insanlara Allah Teala tərəfindən hər il göndərilir ki və bəyan olunub ki, biz insanlar oruç tutaraq istiğfarımızı gecikdirməyək. İstiğfar edək, nəfəsimiz gedib gəlir, əzizlərim. Baxın, bu şükrü Allaha çatdırmaq olmaz. Niyə? Bəlkə də sizlər də ətrafınızda, sizin də tanışlarınızda belə bir hadisə baş verir və bu həyatda baş verir. Necə? Bizim mümin bir dostumuz vardı. Bakı əhlindən idi. Bir neçə yerdə işləyirdi. Bir neçə dəfə ondan görüşmüşdür. Diqqət eləyin. Çox da gözəl bir insan idi. Qəlbə yatan və imanlı bir şəxs idi. Ramazan ayı başlayandan zəng elirdi ki, hazır bir görüşək, oturaq. Bir Allahın işi bilmə olmur. Biz həmyaşıdıq ha. Hər şeydə yerində olan bir insandır. Heç bir ehtiyacı da yoxdur. Sağlam bir insandır. Hacı oturaq, deyir, inşallah oturarıq. İnşallah oturarıq. İnşallah oturarıq. Amma bugün cümə namazına gələndə digər bir dost zəng elədi. Dedi, bəs dostumuz rəhmətə gedib ha. Allah bütün ölənlərimizi rəhmət eləsin. Nə üçün deyirəm bunu? O həyat ki, deyirik, gözlə qaş arasındadır, bu həqiqətdir. Biz sadəcə onu deyəndə fərqinə varmırıq. Sadəcə qulaqlarımızla eşidirik, əhəmiyyət vermirik. Biz sizlə danışanda həm özümə, həm sizə, o ki, deyəndə ki, belə bir vaxt zaman olacaq ki, göz açılar, amma icazə verilməyəcək onun bağlanmasına. Nəfəs çəkəcəksən, amma icazə verilməyəcək onun buraxılmasına. An məsələsidir. Heç bir müşkili olmayan bir insan, sağlam bir insan, hər şeydə yerində elhamdülillah olan bir insan zəng gəlir ki, artıq yoxdur, dünyasını dəyişdi. Baxın, bu cürdür bu dünya. Bu dünyanın vəfası yoxdur. Allah Teala hər cür biz insanları başa salmaq istəyir ki, insan gecikmə. İnsan fürsətdir, zamandır, müsəlman. Adəmin balaları, ey müsəlman, ey namaz qılan, fürsətdir. Bir imkan var. Sən eləyə bilirsən, hələ sağlamsan, hələ gözün görür, hələ ki hərəkətdəsən, dəstəmaz ala bilirsən, məscidə gedib gələ bilirsən. Böyük nemətlərdir ya bunlar.
Vallahi ki böyük nemətdir bunlar. Biz xatirimizi yadımıza salaq ki, çox bəzilərin evində olar. Allah Teala heç kimi yorğan döşək xəstəsi etməsin. Biz görmüşük, mən şəxsən görmüşəm. Böyük nemətdir bizim sağlam olub bura gəlməyimiz. Öz ayaqlarımızla bura gəlməyimiz. Hələ ki gözümüz görür ha, sizi görürük. Hələ ki dilimiz danışır ha. Hələ ki Ramazan ayında yaşayırıq ha. Böyük bir fürsətdir. Kur'an buyurur ki bu fürsətten el çəkmə, 250 yapış o fürsətten. Çünkü elinden her zaman çıxa bilər. Fərqinə var. Fərqinə getginən ki bu neymətdir bu. Bu açılan bir güneş ki var. Bugün mən bunu gördüm. Elhamdülillah. İlahi mən sağlamam. Güneşi görürəm. Aydın səmanı görürəm. Orucluq Ramazan ayıdır. Və mən də oruc ağızam. İlahi hidayətində mənə kömək ol. En esası budur. İlahi boşu boşuna geçmesin benim əməllərim, benim etdiklərim, benim Ramazan orucum boşu boşuna gitmesin. İlahi sen bəyənən olsun ki her zaman ölüm var, hiç kim de ondan sığortalanmayıb ve her zaman da bizi apara bilər. O qapıya gedəndə peşiman olmayaq ki bizim belə bir imkanımız, fürsətimiz əlimizdə var ikən biz özümüz bu dünyaya o qədər maraqsız yanaşdıq, ömrümüzə dəyər vermədik ömrümüzə. Ömür də bizə vəfa qılmadı. İndi getdi, amma indi hesabdır, əməl günü deyil. İndi imkan yoxdur ki mən istiğfar edeyim. İmkan yoxdur ki mən oruç tutum. İmkan yoxdur ki namaz qılım. İmkan yoxdur, dostumu incitmişəm. Dostumdan incip. Sənin qəlbivə dəydim, məni bağışla. Kiminsə çörəyinə bahis oldum, istiğfar etdim, gəldim, halallıq ver mənə. Mən səbəb oldum sənin çörəyivə, məni bağışla. İstiğfar eləməsə, estağfirullah, Rabbi və ətubu iley. İlahi bir daha etmərəm. Bu böyük bir səhvdir, etmərəm. Atamı, anamı incitdim. Onların haqqına girdim. Mənə Allah Teala başka bir şey demişti. Ama mən başka şeyin ardızca getdim. Bax bu cür etsək, o iradə, iman, əxlaq qapılarını özümüz üçün aça bilsək, nə xoş halımıza, nə gözəl olar bizim oruçluğumuz. Bizim Ramazan ayımız nə mübarək olar, nə əzəmətli olar, nə feyz olar. O ailədə elə ki nur, o aile sahibine, her kimdeki bu var, elə ki bir ışık, bir nur gelecek o eve, onun bedenine, onun bütün vücudatına, onun bütün etrafına güzellik bəxş edir Allah Teala. Allah Teala o cür olmağı her birimize kısmet eləsin inşallah. Bakın, Bəqərə surəsinin 2. ayesinde Allah Teala buyurur: "Zalikel kitabu la raybe fihi huden lil muttaqin." O kitap ki Allah Teala size nazil edip peygamberine, o kitap ki var Kur'an-ı Kerim, sema kitabıdır, sonuncusudur. Hazreti Peygamber'e nazil edip onu, o sizin üçündür. La raybe fihi, onda hiçbir şek ve şüphe yoktur. Huden lil muttaqin. O kitap hidayet kitabıdır. Ama kimler için? Təqvalılar için. Bunu yaddan çıkartmak lazım değil. Hidayet kitabıdır bu. İnsanı hidayet edir. Ama kimler için? Təqva sahipleri için. Məhz təqva sahipleri onu dərk edə bilər. Ona göre buyurulur ki namaz kıl. Namaz Müslümanın, müminin meyracıdır. İnsan elə bil ki namaz kılanda meyrac etmiş olur. Göy alemine, sema alemine. Namazımız gerek namaz olsun ki meyraz eləyə bilək də. Alemlerden biri Mevlevi deyir ki namaz elə bir ki bir, dikkat edin buna, ne güzel deyir, ne düşündürücüdür, ne güzel de izah edir bize. Deyir ki namaz elə bir ki yağış suyuna benziyir. Yağış suyu dünyada en temiz, en pak sulardan bir neçəsindən biridir, düz mü? Bir neçəsindən biridir, en pak sulardan biridir yağış suyu. Çok temiz olar, çok pak olar. Deyir namaz
insanı ki deyirik meyraca aparır. Bizim kıldığımız namaz da o yağış suyu kimi pak olmalıdır. Düzdür, Allah Teala yağışı səmadan yer aləminə o quru torpağa indirir və o quru torpaqda bələnir, həmən o torpaqla palçıq əmələ gəlir, orada deyir canlanma baş verir. Yağış suyu deyir pak edir, amma düşdü yerə, torpağa ki qarışdı, oldu nə? Bulaşıq su oldu. O paklığından getdi. Nə zaman deyir o yenə pak olur, o su? O zaman ki o su buxarlanabilir. Buxarlanandan sonra səmaya qalxır və o buludlara qarışanda təkrar yağış suyu halını alandan sonra paklaşır. Bizim də namazımız o cür olmalıdır. Bizim də namazımız o şəkildə olmalıdır. Ki biz namaz qılandaki meyrac edir, müminin meyracıdır namaz. Bu dünyada napak olan bir şeylerle karışmışıq. Namazın vasitəsiyle biz pak olmalıyıq. Bizim namazımız, kıldığımız namaz meyrac eləməlidir. Hara? Səmaya. O yağış suyu kimi. Ne için? Pak olur orada. Təkrarən yerə tökülməsi üçün. Əməlimiz belə olmalıdır. Belə olsa ne xoş halımıza. Cəmal-i Peyğəmbər salavat zikr. Qale Resulullah və huvə şəhrul məğfirə. Bu ay məğfirət ayıdır, bağışlanmaq ayıdır, rəhmət ayıdır. İnsan çalışmalıdır ki birbirini bağışlasın, birbirinin qəlbini qırmasın, birbirine kömək olsun. Allah əgər bağışlayırsa, Allah Teala bağışlayırsa, Ərhəmər Rahimindirsə mən kiməm? Onun qabağında danışa bilim. Mən necə ola bilir ki, iddia edirəm və özümü daha çox belə sərt aparıram. Amma bunun hesabını vermək üçün bir zaman gələcək ki, mən də milyonlarla insanların huzurunda xəcalət çəkəcəm. Dayanacağım hesab üçün peşimançılıq çəkəcəyim. Niyə ki, bu dünyada mən özümü düzəltməyim? Bağışlanmaq diləməyim? Nə səbəb olur? Mənim içimdəki olan o nəfsim, təkəbbürüm, şeytanın vəsvəsəsi qalib gəlmək üçün gəlmişik şeytana, nəfsimizə ki, ilahi, həlim olmaq qabiliyyətini tapmaq üçün. O zaman sevilen bir insan olursan, digərin yanında sevilmək və ya da kiminsə yanında sevilmək üçün gəlməmişik. Biz sevilmək üçün gəlmişik Allahın huzurunda. Onun diqqət mərkəzində olmaq üçün, diqqət mərkəzində olmaq üçün ən azından o su kimi olmalıyıq. Yağış suyu kimi olmalıyıq. Ki əməllərimiz düz olsun, əməllərimiz yaxşı olsun, əməllərimiz bəyənilən olsun. O zaman nə gözəldir bizim halımız. Bir məğfirət, bağışlanma, rəhm etmək, kömək etmək ayıdır. Bir-birinizə kömək edin. Bir-birinizin haqqına girməyin. Deyirik ki, bəs istiğfar ayıdır. İstiğfar elə bir əməldir ki, o əməli edəndən sonra elə bir maşınla gedirsən, hər hansı bir yerə dayanacaq nöqtədir istiğfar. Yəni əməl edirdin pis əməl, heç qulaq asmırdın, eşidirdin amma yenə qulaq asmırdın, eşidirdin yenə fərqinə varmırdın, inanmırdın ki mənə gecə və gündüz baxan var, görən var, mən nəzarət altındayam. Elə bilirdin ki insanların gözündən itdimsə, çəkildim xəlvətə, məni heç kim görmür, amma sonra yəqinə gəldin. Və anladın ki, yox, məni görən var, belə bir qüvvə var, o Allahdır, o bizi yaradandır, o bizi hər zaman görür, istiğfar etdin, peşiman oldun, istiğfar etdin. Deyir, o dayanacaq nöqtədir. Elə bil ki, əməllərindən dayandı. Necə ki, hər hansı bir sürülən maşın, belə deyək, avtobus bir məntəqəyə çatandan sonra dayanır. Diyor ki, mən ki, bura kimidir, qutardı mənim ki. İstiğfar da ora qədərdir, dayandın orada. Estağfirullah Rabbi və ətubu iley. İlahi, mən dərk etdim ki, günah etdim. İlahi, bu Ramazan ayı xatirinə mənim günahımı bağışla. O istiğfar yəqinə çatmaqdır və dayanmaq nöqtəsidir. Yenə də Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, huvə şəhrul inabə. O qayıdış ayıdır, dönüş ayıdır. Necə? İstiğfar edəndən sonraki dayanandan sonra davam etməməlisən, geri dönməlisən. Resulullah buyurur ki, Allah'ın hakkı olan peygambəri, huvə şəhrul inabə.
Ey Müslümanlar, namaz kılanlar, oruç tutanlar, bu ay o aydır ki istiğfardan sonra ele ki diyandın, peşiman olmuşsan, istiğfar ettin, enabedir, qayıdış ayıdır, dönüş ayıdır. İlahi məni bağışla ve dönürsen geriye. Daha bir o günahlarla getmirsən qabağa. Çünkü diyanmışsan, istiğfar etmişsən, qayıdırsan ilə. Enabe, qayıdışdır. Qayıtdım Allah'ım. O qayıdanda ne güzel sana Allah Teala bir güç verir. Sen Allah'ın sevimlisi olursan, əzizi olursan, güzel olursan. İlahi, Perverdigar-ı alem, ne kadar ki ömrümüz var, ne kadar ki danışırıq, namaz ve ibadette varıq, o ki istiğfar sen beğenen, o ki Hz. Peygamber aleyhissalatu vesselam bir inabe, qayıdış, dönüş, İlahi onu bizim her birimize kısmet karar verir. İlahi bu günde ettiğimiz, eşittiğimiz bu Allah kelamların, senin kelamları ve hak olan Peygamber aleyhissalatu vesselamın kelamlarını hayatımızda, bundan sonraki hayatımızda bir yeni bir veregin, yeni bir defterin, yeni bir kitabın açılışı için başlangıç olsun inşallah. İlahi ya Rabbim Allah, gelen günlerimizi hayra calagina. İlahi şer'i hatanı üzerimizden götür. İlahi Perverdigar-ı alem, o ki ibadet ve itaette varıq bu ayda, bu mübarek ayda, Ramazan ayında. İlahi bizim tuttuğumuz oruçlarımızı, ettiğimiz dualarımızı, kılınan namazlarımızı bizden ve bütün dünya Müslümanlarından kabul eyle yine. İlahi bu bizim Ramazan ayımız birinci ve sonuncu olmasın inşallah. İlahi sana an verem celal ve izzetin hatirine amin diyen dilleri mahşerde lal etme yine. İlahi bu cem'i biri birine mihriman karar ver yine. İlahi sana an verem izzet ve celalın hatirine bizleri ve bizim ailelerimizi, bizi isteyenleri, Müslüman bazı ve kardeşlerimizi şeytan ve nefs qabağında peşiman karar vermegine. İlahi evlerde ve hastaxanalarda nəzərdə olan xəstələr ki var, onlara hiç yoktan şifa vergine. İlahi kimlerin ki imkanı yoktur, imkanı olması için onlara yol açmaqda, onlara kömək etməkdə sen özün onlara yardımcı ol yine. İlahi sana an verem izzet ve celalın hatirine o insanlar ki evlenmek istiyor ama o iktidarda değiller veyahut da o imkanda değiller veyahut da istediklerin tapabilmeler. İlahi onların istediklerin sen beğenen necə olursa o şekilde olmasın, her birine kısmet karar ver yine. İlahi bizleri aile yanında, ata ana yanında, bazı kardeş yanında, alel husus ehli eyal ve evladlar yanında xəcaletli etme. İlahi bari Hudaya bizleri sahibe zaman aleyhisselamın əskerlerinden karar ver. İlahi bizim ülkemize güç ver. Vətən uğrunda şehit olanlarımız var, onları gani gani rahmet karar ver yine. Qəbirlərin nurla doldur yine. Ruhların bizlere ve ailelerine duası karar ver yine. İlahi bizim yaralı gazilerimiz var. Hiç yoktan onlara şifa ver yine. Ruzilerin bol karar ver yine. İlahi sana an verem öz izzetin, öz celalın ve öz əzəmətimin hatirine bugüne kadar ne ki dua etmişi, hem sana etmişi, istiğfar etmişi. İlahi onları bizlerden kabul eyle yine. İlahi iltimas edeyen kardeşlerimiz var. Onların da haceti var, onların da isteği var, onların da niyetleri var. Özleri için, dünya ve ahiretleri için. İlahi hiç yoktan o niyetleri, o hazetleri bizlerden ve onlardan kabul eyle yine. İlahi gurbette olan kardeşlerimiz var. Çetinlikte yaşayan kardeşlerimiz var. Onların da hacet ve niyetleri var. Onların ruzelerin bol karar ver yine. Ve o gurbet yerlerde onları koru yine. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Cemal-i Peygamber salavat-ı kileri. Allahümme salli ala Muhammed ve ali Muhammed.